Birinci mərhələdə kodovçular masadakı sandığı açmaq, verilən 2 dəqiqə tamamlanmamış taymeri dayandırmaq üçün mistik otaqda ağla gəlməyən hissələrdə yerləşdirilən şifrələri tapmalıdırlar. Sözü gedən rəqəmlər aşkarlanacaqsa, qonaq sandıqdan çıxan suala cavab vermək şansı qazanacaq. Mərhələ uğurla başa çatsa, komanda 100 xal qazanacaq. Oyunumuz başladı və vaxtımız getdi. Saatı mən işə saldım. Sandığı bağladım. Cəld qurtların altında da ola bilər. Axtarın, biraz cəld ola. Aha, birinci kod tapıldı. 0, Gülay 0 yeyir burada. Cəld, vaxtımız gedir. Biraz cəld ola. 3. Aha, əla. 3 tane rəqəm qalır. Dostlar, qıraqda otaqları da axtarın. Təkcə orada olmaya bilər. Biraz cəld. Vaxtı nəzərə alın. Şamdanın altına baxın. Aha. Mən elə bir gördüm birini. Gülay, sən də diqqətlə baxsan, mən elə birini gördüm. Və meymun onun qabağını kəsir. Bu qədər ipucu verdim sənə. Meymun. Meymun, aha. Ay, yox. Dedi, heykəlin ağzında. Aha. Dişin ağzında, dedi Aha, onun dişində. ağzında nəsə var. Baxın onun ağzına. Baba. Skeletin ağzına baxın dostlar. Hasta götürün, dişləyə bilər. Hər şey ola bilər. Hə, skeletin dişində. Son bir dəqiqə. Tapın onun bizim Johnny deyək də, Johnny'yə verin. Hələ ki sən ad qoymamışıq, Johnny deyək. Vaxtı nəzərə alın, biraz cəld. Aha, biri də tapıldı. 2 dənə qalıb dostlar, tez baxın. Altındayım. Deməli 0, 6, obusu neydi Gülay? 0, 3, 6. 0, 3, 6. 2 dənə rəqəmimiz qalıb. Aha, biri də tapıldı. 3. Bir dənə rəqəm qalıb. Son 40 saniyə. Bir dənə üçü basmışam axı. Nə? 3'ü basmışam axı. Yo, 3 var idi, onda bayağı fikirdi. 2 dənə rəqəmimiz qalıb. Taxtaların altına baxın, heyvanların altına baxın. Birinci mərhələdən Gülay uduzsa biraz ürək dərmanına ehtiyac olacaq. Deyə tapdılar. Aha, bir də tapıldı, bir dənə qaldı. Bir dənə qaldı dostlar, cəld olaq. Son 30 saniyə. Deyə tapdılar. Aha, tapıldı. 5. 6, 0. Aha, açıldı. Stop. İştirakçıları dəvət eləyirik, gəlsinlər. Təbrik eləyirəm, birinci mərhələdə 100 xal qazandı. Yaxşı oldu. Yaxşı oldu. Hə. Son saniyədə, amma əslində heç inanmırdım tapassan. Tapacaqlar daha doğrusu. Niyə tapmırlar? Sən mənim dostlarımı nə bilirsən ki? Gülay, bayaq belə demirdi. Nə oldu? Dərman mənə təsir edir, yavaş. Təsir eləməyə. Bunun qorxursan ilanlardan. Mən fikirləşirdim ki, ilanla bərabər şəklimiz olsun, şəkil çəkdirək. Nə olacaq ki? Dərmanlarımız var da, topa ilə at, bir dənə şəkil. Niyə Milanla özün şəkil çəkdir? Uşaq vaxt çəkdirməmsən ilanla şəkil. Yox, ayla bu balaca kimdir bu qara meymun. Bir də səni tanıya bilsəydim. Təbrik eləyirəm Gülay xanım. Birinci mərhələ üçün əladır. Sonuncu mərhələdə də olsa. Dostlarımızın sayəsində. Dostlar sağ olsun. Şir, meymun, pələng, canavar və ayımız var. bala idi, bala. Diqqətlə fikir versən, şirimiz biri sərtdir, biri mülayimdir. Yəni, sərt olub niyə yeyəcəksən məsələsinə gəlsək, kim eləyir, özünü eləyir o. Burada hər biri sənə yaxın olan adamdır. Canavarımız, belə deyim də, yaxınsansa biləcəksən. İkinci yəni. Hə, ikinci, bütün günü Əşrəf Rüyas serialına baxır. Nə vaxt baxıram, elə maşında gedəndə filan. Kim olar? Biraz da Əşrəfə oxşuyur, saç stilindən, eynəyindən də sifariş edir. Əşrəf Rüya özümdə baxıram. Aha. Bəlkə Əşrəfdir. Əşrəfdən geri qalmayandır. Mən ipucu verirəm, amma ola bilər Sahəsi nədir, biraz denəndə? Slesardır. Tanışın yoxdur Slesar? Maşın, ev, Yox da, hə, maşın təmir eləyəndə o eləyir, bir də cız. Ay, boş ödüm, mən bilməm, mən Slesar yanına getirəm. Gəl o Slesardan başlayaq. Yox, hələ tələsmə. Gəl birinci iştirakçılar öz aralarında səs verir, sənə həm də kömək olurlar ki, onlara görə bu mərhələdə zəif kimdir? Ayı fikirləşir ki, ona görə zəif kimdir? Yazır rəqəm olaraq və bizə göstərir. Aha, 1 əla, 2 normal, 3 yaxşı, 4 söz yox, 5 yox döngə. Bir nəfər kimi uzaqlaşdıraq, bir nəfərin adını yaz. 5 Özünü də isti deyə ona Özünü qurban, ona yazmışsan. görə deyir, canım qutarır. Şirimiz nə fikirləşir? Baxaq. 5 nömrəni fikirləşir, 3 nömrəli iştirakçı 1 nömrəni fikirləşir, 2 nömrəli iştirakçımız 2 özünü fikirləşir və 1 nömrə 5 nömrəni fikirləşir.
3 nəfər fikirləşdi 5 nömrəni, amma Gülay deyim ki, tələsmə. Çünki növbəti mərhələlər... Bəlkə ola bilər ki, 5 xanımdır, 4 dənə kişi ona köməklik edir ki, o çıxsın. Əslində, xanımlar daha cəsarətli olur oyunumuzda. Mən onu bilirəm, prosta kişilər hələ onu başa düşmür. Yaxşı, kim olar 5 nömrə? Kimi fikirləşirsən? Hamısı valla demək olar ki, 99% evdardır. İnanmıram da onlar çıxarlar. Ha, o mənada deyirsiniz. 3 nəfər dedi ki, 5-i çıxardaq. Hə. Qalanları fərqli adamlar dedi. Sənin fikrinə görə kimi uzaqlaşdırmaq lazımdır bu mərhələdə? Elə onu. 5-i. Hə. Deyir Gülaya görə dəyməz boyda əziyyətə. Hə? Yox, daha da o bildirmək istədi ki, Gülay, sənə görə gəldim, amma dözə Amma bura bilmirəm kimi də. də, hə? Bura kimi də, hə. Ailə üzvlərimdən də ola bilər, amma ailə üzvlərimdən düşünürəm ki, qızlar institutdadır, bu dəqiqə dərsdədir. Yox, biz onun hamısını hazırlamışıq əvvəlcədən, yəni ola bilər ki, səni alladıblar, deməyiblər. Çünki Ecem mod evi sağ olsun, geyimləri elə tikib ki, heç mümkün deyil xanım, bəy ayırmaq. Gəl, vaxt itirməyim, səndən son qərarı alım. Sənə görə bu mərhələdə ən zəif kimdir? 5-i çıxardıq. Bax, sonradan peşman olacaqsansa fikirləş. Yox, mən sonradan peşman olmam işləyə. Sonradan peşman olmam işləyə. Bu gün Gülay, maşallah, TikTokluq sözlər deyirsən, xoşuma gəlir. Sağ ol. Hə, yaxşıdır. 5, 4, 3, 2, 1. O maskanın altında Gülay'a çox yaxın olan əzizi, doğması, bacısı Gönül xanımdır. Ay bacı. Ay bacı, evdən çıxanda soruşub sizdən ümumiyyətlə ki, hara gedirsən, niyə gedirsən? Bugün şübhəsi yox idi da, yanındaydım. Yəni bura gəlməyinə şübhəsi Yox, olmadı. bir gəlmişim. Mən anlatdılar ki, bir dənə maşından bir dənə sənin ayaqqabı gətirsin. Aha. Düşəndə bundan sənə yük olmaz. Dedim, ayla nə yaxşı bunlar mənə axır vaxt neçə ildən sonra mənə Məni düşünürlər. fikirləşirlər. Amma daha çox can yandıran məncə bacın olardı. İstəyər daha çox xal qazanasan. Yox vallahi. Yox. Sən Yox, sorun, sənin düşündün. haqqında deyil, bilmirəm. Stollardım mən. Necə biraz bərk, o stollardan məyil. Bacı sənə qurban. Bacı sənə heyran. Könül deyir, o da könüldən məylədə. Bacım elə söz deyərəm. Veriş getdikcə tuturam da Hə, söhbəti. eləmə ki, veriş qutarandan sonra tutasan da, yəni. Sən də mən. Yox, mən əlimdən gələni eləyirəm və indi də verdiyim məsləhət odur ki, daha güclünü Hələ saxla. cavanam, mənə geç çatmır, tez çatır söhbətlər, narahat olma.